29 iyun Oğlaq bürcündə dolunay. 2026-cı ilin ən güclü və ən sərt planetlərindən biri olan Pluto ilə qovuşum eləyəcək və bu illərin insanlara çox təsirli, effektiv, yüksək bir şəkildə gərginlik yaratacaq bir dolunay. Oğlaq dolunayı. Bu dolunay gücü və gərginliyi, yəni iki insanlar arasında və yaxud iki dövlət arasında, iki şirkət və yaxud qohumluq əlaqələri və yaxud ikili tərəflər, hər nəysə, arada gedən gizlilik, aradakı soyuq münasibətləri təmsil eləyəcək olan bir dolunayımız yaşanacaq 29 iyunda. Oğlaq bürcü disiplini, karyeranı, dövlətləri, bəzi sistemləri, rütbələri yüksək və ya aşağı heç fərq eləməz və bir nəvi bəzi fiqurları təmsil eləyir və Oğlaqın dolunayı isə 4 gün təsiri olur, həm də çox yüksək təsiri Oğlaq dolunayının, ümumiyyətlə dolunayların gizli olanı açıqlığa çıxarma və həssaslıqları, yaraları dərinləşdirmə kimi bir lüksü var Oğlaq dolunayının. İnsanların üstündə bu 4 gün içərisində, yəni ayın 29-unda olacaq bu dolunay, hardasa ayın 3-ünə kimi təsiri olacaq bu dolunayın. İnsanların üstündə səbəbsiz aqressivlik və heç nəyin baskısı altında qalmadan yüksək bir ciddiyyət və s. Əylənmək, gülmək, insanlarla, partnerlərimizlə, yoldaşlarımızla gəzib əylənmək bu dövrdə çətin gələ bilər. Sanki üstümüzdə bir yük varmış, böyük bir məsuliyyət varmış və biz onu həll eləməyə məcburmuşuq kimi hiss eləyə bilərik bu dolunayda. Təxirə saldığınız nə varsa, artıq bunun vaxtıdır. Həll eləməliyəm. Bəli. Və təbii ki, burada bir zərbə var. Münasibətlərin bitməsi, boşanmalar və yaxud anidən olan ikili cütlüklər arasında birdən-birə gələn boşanma mövzuları və yaxud evli olmayanlar üçün anidən gələn bir ayrılıq problemləri və s. kimi vəziyyətlərlə üz-üzə gələ bilərik. İnsanların şəxsi motivasiyalarının sanki kimsə bizim əlimizdən o motivasiyanı düşürmüş kimi hiss eləmək, əmin olun ki, an məsələsi olacaq. Böyük şirkətlərin və liderlərin, hökumətlərin hamısının bir nevi belə böyük krizlərdə olduğunu, anidən istifa verən insanları görmək və yaxud uzun müddətdir mən bir mağazada tutaq ki deyirəm, qlobal olaraq danışıram, hər zaman alış-veriş elədiyiniz mağazaların birdən-birə bağlanması və s. İndi isə gəlin baxaq, Oğlaq dolunayı bürclərə necə təsir edəcək? Qoç və yüksələn qoçlar sizə təsir alanı karyera və mərkəz həyatda olacaq. Statüləriniz, hədəfləriniz və s. kimi mövzularda artıq gələcəyə dair planlarınızın sanki artıq onların həyata keçirilməsinin məcburi olacağı bir dönəmə gəlirsiniz. Bunların üstündə çalışın və bəzi məsuliyyətlər sizə ağır gələcəkdir. Onlarla baş eləyə bilsəniz, rahat atlatacaqsınız. Boğa və yüksələn boğalar üçün hüquqsal mövzular, xaric və yaxud uzun bir səyahət, şəhər dəyişikliyi və təhsil mövzularında boğa bürcləri çox şanslı olacaq. Əkizlər və yüksələn əkizlər
Əkizlər üçün pul, maddiyyat məsələlərində və dönüşüm, dəyişilmə, yenidən özünü qurma və yaxud bir nəvi gərginliklər olacaq həyatınızda. Onları aradan qaldırmaq üçün çalışacaqsınız. Kreditlər və borclarınızın bağlanılması, məsələn, artıq bağlamalısınız, çünki retro gəlir, mütləq bağlayın. Və duyğusal olaraq isə içsəl qorxularınızla üzləşəcəksiniz sevgili əkizlər bürcləri. Xərçəng bürcləri üçün daha çox ikili münasibətlər, evlilik və ortaqlıq alanlarında sizə təsir edəcək bu dolunay və tam qarşı evinizdə gerçəkləşəcək bu dolunay. Xərçəngin qarşıt bürcü, hər bir bürcün qarşı bürcü var. Yəni əks bürcü, sizinki də Oğlaqdır. Yəni siz də çox böyük təsir alacaqsınız bu dolunaydan. Güclü görünən planlarınız təəssüf ki, yoxa çıxa bilər. Güclü görünən hədəfləriniz, mən bunu mütləq bacararam, mütləq həll edirəm dediyiniz şeylərin o qədər də lazımi olmadığı ilə rastlaşa bilərsiniz sevgili xərçəng bürcləri. Şir və yüksələn şirlər, günlük rutinləriniz, sağlığınız və iş ortamınız və s. kimi mövzularda sizə təsir edəcək bu dolunay və yollar ayrıla bilər, amma bu iş məsələlərində artıq əvvəlki dostlarla, əvvəlki iş ortaqları ilə, məsələn nömrəsini silim, artıq əlaqəni kəsim və s. kimi problemlər yaşaya bilərsiniz. Sağlamlığınıza diqqət edin şir bürcləri, çünki Oğlaq dolunay sizi həddindən artıq yora bilər. İstirahətinizə önəm verin. Bəli. Qız və yüksələn qızlar, sevgi həyatınızda artıq dəqiqləşmə zamanıdır qız bürcləri. Ya bitirmə, ya da yeni bir level'a keçmə dönəmindəsiz. Yəni əgər uzun müddətdir ki, getməyən bir münasibətiniz varsa, artıq onu bitirmə lüksünüz olmalıdır. Yoxsa ilişkiniz daha belə toksikləşə bilər deyir qız bürclərinə. Məzuniyyət, işə başlama və yaxud yeni işə başlama və s. kimi rütbə atlama kimi mövzularda qız bürcləri çox şanslı olacaq. Tərəzi və yüksələn tərəzilər üçün ev, ailə, yuva, mülk alım satımı, ondan sonra belə sənədləşmə işləri. Bəli, Oğlaq dolunayı sizə biraz məcburi işlər gətirə bilər. Ana-ata sorumluluğunu almanız gereken bir problem ola bilər. Nəyəsə tək qərar verə bilməyə bilərsiniz. Buna görə də ailənizdən kömək alın deyərəm. Yəni mən demirəm, göy üzü sizə bunu tələb etdirəcək. Bəli, əqrəb və yüksələn əqrəblər üçün sizin üçün yaxın çevrəniz, ticarət həyatınız və təbii ki, təhsil həyatınız, ikili münasibətlər, uzun yollar və s. artıq zehinsel bir detoks, rahatlama, istirahət dönəmidir. Demək olar ki, bu dolunayın ən şanslı bürcü sizsiniz. Bunları dəyərləndirin, amma bəzi sərt və dəqiq qərarlar çıxa bilər. Dəqiqliyi olsun da sərtliyi bir problem olmaz məncə əqrəb bürcləri. Bəli, oxatan və yüksələn oxatanlar sizin bu dolunay sizə, Oğlaq dolunayı maddiyyatla çox böyük təsir edəcək. Pul kimi işlər, məsələn, pul gətirən bəzi bir təkim proqramlar, nə bilim şans oyunları və s. sizin gündəminizdə ola bilər və mən özümə dəyər verirəmmi sualı ilə tapa bilərsiniz. Bu sualı özünüzə çox verəcəksiniz. Cavabını tapsanız sizə o qədər də sərt təsir eləməz Oğlaq dolunayı. Və Oğlaq və yüksələn Oğlaqlar sizin həyatınızı yenidən dəyişdirib sıfır nöqtəsindən, yəni A nöqtəsindən tamamilə B yox Z nöqtəsinə gətirəcək bir dönəmdəsiz. Bunu dəyərləndirin. Fiziksel olaraq özünüzə çox diqqət edin və dəyişikliklərə önəm verin. Əmin olun, bu sizə şəfa enerjisi kimi gələcək və bundan əlavə olaraq da üstünüzdə yük olan nə varsa, ev, iş, sevgi və s. ondan təmizlənməyə çalışın. Şanslısınız bu
dolunayda sevgili oğlaklar. Dolça ve yükselen dolçalar bu ay özlərini biraz izole olmaqda və izole olmaq məcburiyyətində görə bilərlər. Gizli düşmanlarınızın fərqinə vara bilərsiniz. Paxılkar insanların fərqinə vara bilərsiniz. Bu dolunayı yaxşı dəyərləndirin. Əmin olun ki, sevgili dolça bürcləri, sakitcə kənara çəkilsəniz hər şeyin cavabını çox rahat bir şəkildə alacaqsınız. Sadəcə bu gərginliklərin arasında və mübahisələrin arasında olmamağa çalışın. Və sevgili balıq və yüksələn balıq bürcləri, bu oğlaq dolunayı sizin sosial çevrənizdə, dostlarınızla və xəyallarınızla bir bunları bir gözdən keçirməyinizi tələb eləyəcək oğlaq dolunayı və biraz sərt açılarla sizə gələ bilər. Siz realı və belə deyim, xəyalı ayırd eləməkdə çətinləşdirə bilərsiniz. Yəni mən də məsələn bunu deyə bilərsiniz ki, əldə eləyəcəm, elə hiss eləyirəm. Amma əlinizdəki imkanlar həmin o xəyal etdiyiniz şeyə yetməyə bilər. Bu kimi problemlə üzləşə bilərsiniz. Amma özünüzü sorğu altında hiss eləməsəz, ayın 4-dən sonra tamamilə Günəşin də xərçəng bürcündə olması ilə tamamilə parlayacağınız dönəmə gələcəksiniz sevgili balıq bürcləri. Əsas olan bu 4 günü rahat, sorğulamadan yola vermək və az xəyal qurmaq, az ümid etməkdir. Əmin olun bu sizə şəfa enerjisi kimi gələcək sevgili balıq bürcləri. Əgər siz də öz şəxsi doğum xəritənizi mənə rəylətdirmək istəyirsinizsə, gələcək partnerinizi necə düzgün seçməlisiniz bunun barəsində və karyera həyatınızı necə irəliyə daşıya bilərsiniz bununla bağlı məndən rəy almaq istəyirsinizsə, TikTok hesabım Astro Tita ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.